Milli Məclisin sədri Sahibə Qafarova Roma papasını basdırmağa gedibdir. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Sahibə Qafarova Roma papası Fransiskinin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya yollanıb. Dəfn mərasimi aprel ayının 26-sında Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Hökumət saytları və informasiya agentlikləri bununla bağlı məlumat da verib. Şəkillərini də paylaşıbdır. Sahibə Qafarovanın qara papağı, qara geyimdə və çalmasını da geyinib Roma papasına başsağlığı verməyə gedib xristian dünyasına. Deməli, bildirilir ki, dövlət hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycanın Milli Məclisin sədri Sahibə Qafarova təmsil edibdir. Və eləcə də bildirilir ki, Sahibə Qafarova Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın arxiyepiskopu Paul Gallagher ilə görüşərək Azərbaycan prezidentinin İlham Əliyevin adından xristian dünyasına və Vatikana başsağlığı veribdir. Dəyərli dostlar, əlbəttə ki, bir dövlətçilik ənənəsi bir ölkə, başqa bir ölkənin və yaxud da ki, Vatikan özü də bir dövlət sayılır. Roma papasının dəfn mərasimində iştirak etmək üçün öz nümayəndəsini göndərir. Normalda Azərbaycan Milli Məclisinin ora getməsi də normal qəbul edilə bilər. Bütün dövlət başçıları və s. gedir. Məni sadəcə diqqətimi çəkən Milli Məclisin sədrinin Sahibə Qafarovanın indiyənə qədər hansısa bir şəhid dəfnində iştirak etdiyini kimsə görübmü? Sahibə Qafarova hələ 1-ci Qarabağ müharibəsini demirəm. 2-ci Qarabağ müharibəsinin şəhidləri 3000 şəhid vermişi. O şəhidlərin birinin dəfn mərasimində Sahibə Qafarova gedib iştirak edibmi? Yox, mən görməmişəm. Siz də görməmisiniz. Görənlər varsa şərh bölməsində şəklini paylaşsın, tarixini yazsın ki, hörmətli Sahibə Qafarova Azərbaycan şəhidinin dəfn mərasimində iştirak edibdir. Xeyr, amma gedir Taxt-Tacın, Vatikanın, xristian dünyasının, Roma papasının dəfninə, onu basdırmağa gedir. Ümumiyyətlə, oradan da başqa xarici mediada da şəkillərə mən baxıram, Sahibə Qafarovanı orada it yerinə qoyan olmayıbdır. Heç bir dövlət başçısının müavini, 5-ci adamı belə Sahibə Qafarova ilə orada görüşüb eləməyibdir. Elə o şəkildə də qayıdıbdır. Sahibə Qafarovanı sizə bəlkə də tanıtmağa ehtiyac yoxdur. Gəlin, amma mən qısa tarixçəsini danışım sizə. Sahibə Qafarova kimdir? Bu adam Azərbaycanda Rusiyanın cəsur şəbəkəsinin bir nömrəli adamlarından biridir və Milli Məclisin sədri vəzifəsinə də onu Rusiya, Putin gətiribdir. İlham Əliyevə deyib ki, Sahibə Qafarova Milli Məclisin sədri olmalıdır. Niyə? Çünki illərdir Sahibə Qafarova xidmət edir Rusiyaya. Qısa tarixçəsini deyim. Deməli, 2010-2020-ci illərdə 4-cü, 5-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2015-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini vəzifələrində çalışıbdır. 2018-2020-ci illərdə Avrones Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olubdur. Hal-hazırda MDM-nin parlamentlərarası assambleyasında və türkdilli ölkələrin parlament assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir və hazırda Milli Məclisin sədridir. Bundan əvvəl isə Azərbaycan Slavyan Universitetində prorektor olubdur, Slavyan Universitetinin rəhbərliyində olubdur və Rus dili ədəbiyyatı müəllimi olubdur. Və keçənlərdə çox tənqid olundu. MDB dövlətlərinin parlamentlərinin sədrlərinin iştirakı ilə keçirilən bir toplantıda Azərbaycanı biabır eləyib, müstəqil Azərbaycana Azərbaycan SSR-i deyibdir. Mən onun da şəklini sizə göstərəcəm. Bax, bu çıxış zamanı Qafarova Sahibə Əli qızı, ekranda da görürsünüz, canlı yayımlanırdı. Bunu kəsib doğramaq da mümkün deyildi.
təxminən bir 5-10 dəqiqəlik çıxış eləyir. Çıxışı da bədahətən deyil. O üzündən oxuyur, yazılanı oxuyur və Azərbaycan sözünü orada dəfələrlə işlətməsinə baxmayaraq, üzünə oxumasına baxmayaraq, axırıncı Azərbaycan sözünü işlədərkən Azərbaycan SSR deyir. Yəni dolayı yolla demək istəyir, yəni bu qəsdlə deyilən bir şeydir. Biri var ki, danışırsan mənim kimi, hardansa üzündən oxumursan, birdən səhv edərsən, çaşarsan, sözü səhv deyərsən, sözün əlavəsini bir səhv deyərsən. Amma xeyr, üzündən oxuduğun bir şeyi səhv deyə bilmərsən. Dəfələrlə Azərbaycan sözünü işlədir, Azərbaycan-Ermənistan münasibəti, Azərbaycan-Ermənistan ərazisi və s. axırda cümləsində Azərbaycan sözünü Azərbaycan SSR deyir. Orada oturan Rusiya nümayəndələrinə, Rusiya Dövlət Dumasının rəhbərinə çatdırmaq istəyir ki, bəli, biz sizin təbəənizik. Biz sizin Azərbaycan Rusiyanın bir quberniyasıdır. Bunu sübut etmək üçün də Azərbaycanı SSR sözü ilə ifadə eləyir. Amma baxdım o çıxışından sonra Azərbaycanın o özünə deyən güya müstəqil, Fazil Mustafası, osu, busu, Sahibə Qafarovun müdafiə edir, deyir ki, səhv eləyib də, Sahibə Qafarova təmiz insandır, Azərbaycanlıdır, Azərbaycançıdır, nə bilim, vətənpərvərdir. O vətənpərvər gedib Roma papasının dəfnində iştirak edən, qarıya bürünən, sizi görüm elə ömrünüz boyu özünüzə görə qarıya bürünəsiniz. Sahibə Qafarova bir şəhid dəfnində iştirak edibmi? Yox, iştirak etməyibdir.